Salam əziz izləyicilər, xoş gördük hər birinizi. Bugünkü verilişimizin qonağı Natmaster, yaşam koçu Qərənfil Ağalarova. Qərənfil xanım, salam. Salam. Necəsiz? Çox təşəkkür edirəm. Siz necəsiz? Çox sağ olun. İlk sualımız sizə belə olacaq. Uğura gedən yolda sizin üçün ilk dönüş nöqtəsi nə olub? Hansı hadisə sizi daxilinizdəki gücü oyatmağa vadar edib? Bu çox əla bir sualdır. Mən həyatımın elə bir dönəmində, bütün dönəmlərində demək olar ki, çox faydalı olmuşam. Yəni bildiyimi öyrətməklə, öyrənmək və öyrətməklə həyatımı faydalı olaraq yaşamışam və ictimai fəaliyyətlə məşğul olmuşam. Sadəcə olaraq bir yerdə anladım ki, mən sanki öz missiyamı yerinə yetirmirəm. Belə olan halda belə bir sual verdim Allaha. Allahım, məndən nə istəyirsən, nə etməyimi istəyirsən? Və bu sualımla cavabın arası çox qısa çəkdi. Bir də gördüm, rəfiqəm yazıb və xanım psixoloqdur. Qərənfil, səndə şəfaatçı ruhu hiss edirəm. Sən niyə öz missiyanı yerinə yetirmirsən? Sən niyə bununla məşğul olmuşsan? Dedim ki, mən nə etməliyəm? Dedi, suallarla terapiya var. Bir dənə ona bax. Mən də psixoloji işlər üzrə direktor, müavini işləmişdim, psixoloq işləmişdim, amma şuur altı tərəfi heç vaxt işləməmişdim. Yəni. Sualları yazdım, baxdım ki, NLP gəlir. NLP gəlir, buradan NLP yazdım, Babək müəllimin adı gəldi və mən beləliklə NAT-a ilk addımımı atdım və bu sahəyə gələndə anladım ki, mənim ruhumun istədiyi iş məhz budur. Yəni, mən pedaqoqam, bu başqa, bu mənim bir psixoloqam, bu başqa. Amma bunların hamısının birləşdiyi bir peşədir bu. NAT master olmaq, həm tədris etmək, həm də seanslarda faydalı olmaq. Şuuraltı dəyişim anlayışı sizə nə deməkdir? Cəmiyyət bu anlayışı hansı yön ilə tam anlamır sizcə? Əslində, bəli, tam anlamırlar. Bəzən yorumlarda görürəm, deyirlər ki, biz belə düşünmürük, belə deyirsiniz, amma bunun belə davranmağımız, bu şuur altında bu olmalıdır, bu var demək deyil. Əslində, deməkdir. Məsələ budur ki, bizim davranışlarımızın, bizim düşüncələrimizin bazası şuur altında olan, orada verdiyimiz materiallardır. Biz məsələn dünyaya gəlirik, dünyaya gəldiyimiz gündən birincisi ailədən götürürük onu. Birinci ailədən götürürük. Ailədə valideynlərin bilgilərindən, düşüncə tərzindən, danışıqlarından. Daha sonra isə biz ətrafımızda daha böyük arenaya çıxdıqca, daha böyük cəmiyyətə inteqrasiya olduqca yeni-yeni inanclar, yeni-yeni düşüncə qəlibləri bizdə formalaşır. Və bunların hamısı şuur altında qayd olur. Və biz həyatımızı, biz düşünürük ki, həyatımızı biz yaşayırıq, amma biz yox, şuur altımızda qeyd olunan materiallar əsasında bizim həyatımız formalaşır. Amma insanlar elə düşünür ki, onların həyatı belə, ya Allah qədərlərini belə yazıb, ya düşünürlər ki, bunlar çox yanlış inanclar da hətta var. Allah sevdiklərinə əziyyət verər, falan. Amma halbuki Allah ayədə deyir ki, siz Allahın istədiyi kimi olsanız, Allah sizə niyə əziyyət versin? Yəni, belə çıxır ki, bu absurd fikirdir. Allah sevdiklərinə əziyyət vermir. Yaxşı, bəs nədir məsələ? Məsələ bizim sırf elə Allahın istədiyi kimi ola bilməməyimizdir. Niyə? Fabrika ayarlarımıza dönə bilmirik. Biz cəmiyyət necə düşünürsə, onun kimi düşünməyə başlayırıq. Cəmiyyət nəyə inanırsa, biz ona inanırıq. Cəmiyyət və çoğunluq inandığı şey də təbii ki, negativdir. Bugün biri əgər kasıblıq alnıma yazılıb deyirsə, o kasıblığı yaşayırsa, mən onu dinlədikcə, mən niyə düşünüm ki, mənim də o onun ruhunun təcrübəsidirsə, deməli, onu yaşamalıdır. Amma biz şuur altımızı onu təəssüf ki, qeyd edirik və şuur altı barəsində insanların bilməsi çox mühümdür ki, niyə? Bunu bildikcə dəyişdirə bilirlər. Maarifləndikcə əslində həyatlarını və özlərini dəyişdirə biləcəklərini bilirlər. Məsələn, indi çox deyilir, narsist belə, narsist belə, narsist belə. Narsisti təməldə ana, valideyn və yaxud da ki, ilk başlarda cəmiyyətdə belə görəndə onu dəyişdirməyin mümkün olduğunu bilsəydilər özlərini, gedib dəyişdirərlər. Tam narsist olanda artıq dəyişə bilmir. Şəxsiyyət pozuntusuna keçəndə artıq dəyişə bilmir. Birsiz səbəb nədir? Çünki onlar dəyişəcəklərinə belə inanmırlar. Amma şuur altı, amma mən onu deyim, mən bir tələbəm var, narsist olmasına rağmen qərar verdi ki, mən dəyişəcəm və bugün çox gözəl bir şəkildə dəyişib. Düzdür, deyirik ki, narsist dəyişmir, amma narsist istəyəndə dəyişir.
Özü qərar verəndə dəyişir. Sadəcə inanması lazımdır ki, şuur altısını dəyişərək özünü və həyatını dəyişdirə bilər. Dəyişdirə bilmədiyinə görə başqalarını aşağı çəkməyə çalışır. Bəli, mən bir yerdə oxumuşdum ki, 7 yaşına qədər şuuraltıya məlumatlar toplanır və 7 yaşımızdan sonra artıq şuuraltı bizi idarə edir, ta ömrümüzün sonuna qədər. Baxın, 7 yaş deyil, baxın, nə 7 yaş, ana bətnindən olaraq şuuraltı başlayır. Ümumiyyətlə, hələ sizin ona toxunmaq istəmirəm, ümumiyyətlə, ruhun əbədi yolçuluğundakı bütün materiallar var. Məsələ buradadır ki, şuuraltınız, hətta məsələn, siz bir kanal var idi də, kanalın birində deyirdi ki, döyüş bizim alnımıza yazılıb. Onun bir devizi var idi. Baxın, çox pis bir inancdır. Bütün inanc insanların şuur altında olsa ki, döyüş bizim alnımıza yazılıb, o insanlar həyatı boyu nə əldə etsələr, onların hamısını döyüşlə əldə edirlər, mübarizə ilə əldə edirlər. Halbuki, və yəni o kanalın o devizi, demək olar ki, bir nəsilə mübarizə ilə hər şeyi əldə etməyə öyrədib. Çünki çalışmalarımda da görürəm. Həyat sizin üçün nə deyən kimi deyirlər, mübarizədir, mücadilədir. Hardan gəlir o? Hardansa bir yerdən qayıt var. Genetik məsələdir. Yəni biz gözümüz açandan elə bir şey görmüşük ki, mübarizə etməlisən ki, həyatda nələrsə nail olasan. Baxın, o inancla böyümüşük biz ki, işləməyən də işləməz bir məsələ var. Ona görə düşünürəm ki, bizim valideynlərimizdə, nənə-babalarımızdan gələn bir genetik kod deyirsiniz. Sizin diliniz başqadır. Baxın, o qıtlıq bilinci var bəli. O bilinçlərdir, zehniyyətlərdir. Bilirsiniz əslində nədir? İnsan nəyə inanırsa onu əldə edir. Məsələn, İncildə belə bir hekayə var ki, İsa Peyğəmbər tələbələrlə oturur və deyir ki, tələbələrinə, görürsünüz o ağacı, yaxınlıqdakı ağacı göstərir. Görürsünüz onu deyir. Deyir, siz faydalı olmağa baxın. Ruzinizi Allah verəcək. Ağacı göstərir, deyir, görsən o ağacı, deyir, o nə yerindən tərpənmir, yerində durub. Nə ruzisinin dalınca qaçmır, nə bunun üçün cəhd etmir. Amma Allah onu həm yedizdirir, həm içirdir, həm geydirir, həm hətta o sizə qida verir, sizin üçün meyvə verir. Məsələ nədir burada? Məsələ burada odur ki, insanlar doğrudan da hər şeyi asanlıqla əldə edə bilərlər, amma istəsələr, zehniyyəti hazır olsa. Zehniyyətimiz hazır olanda, baxın sizə bir şey deyim, Quranın ayələrindən gəlirik. Məsələn, orada Məryəm surəsində əvvəldə deyir ki, Məryəm xanıma sunulurdu qeybdən qida, yeyəcək, sunulurdu. Sonra doğuş anında nə olur? Deyir ki, ağacı sirkələ, ya Məryəm, xurmalar tökülsün, sən onu ye. Deməli, nə oldu burada? Dövriyə başqa qorxular girdi və yaradanla arasında məsafə yarandı. Bu zaman artıq hazır gəlmədi o xurma. Ağacı sirkələməli oldu. Bilirsiniz məsələ nədir? Biz nə qədər yaradandan uzaqlaşırıqsa, o qədər bizim əldə etmə potensialımızdan istifadə bacarıqlarımız zəifləyir. Halbuki biz bu dünyaya ruzi cəhətindən, zənginlik cəhətindən, bilgi cəhətindən təmin olunmuş şəkildə gəlmişik. Sadəcə onu biz öz həyatımıza çəkməyimiz üçün, bizim asanlıqla çəkməyimiz üçün bizim zehnimiz hazır olmalıdır. Yəni biz düşünürüksə ki, bir şeyi zəhmətlə əldə etməliyik, illa zəhmətlə əldə edəcəyik. İnandığınızı yaradırsınız yəni. Keçmişdə inandığınız, amma zamanla dəyişdirdiyiniz bir daxili inanc varmı? Bu dəyişim necə yaşadınız? Birmi? Bir deyil, minlərlə həyatıma mane olan, həyatımı demək olar ki, yaşamağıma izin verməyən, qərənfili özümə dönüb özümü yaşamağıma mane olan inanclarla dolu idi. Və valideynlərin tərbiyəsində də bu gəlir. Başqalarına baxırıq, onların həyat təcrübələrini ondan yaranır. Və bunların hamısının mənim həyatıma necə mənfi təsir etdiyini gördüm. Və zamanla mən hətta indi inanc ovçusu olmuşam. Məsələn, siz söhbət eləyirik, sizlə söhbət eləyiriksə, mən artıq orada bu mane olur, o mane olur, o mane olan inancdır. Bu belə olsa belə olar, belə düşünsə belə olar, belə desə belə olar. Bu inancları artıq mən öz aləmimdə süzgəcdən keçirdirəm. Çünki inancların nə qədər mühüm rol oynadığını həyatınızda mən bunu bilirəm və işimizin prinsipi də əsasən də bunun üzərində qurulur. İnsanlar sizi transformasiya edən qadın kimi tanıyır. Özünüzü necə təqdim edərdiniz? Özümü birincisi Yaradanın bəndəsi, sonra elə onun işçisi, yəni insanların özlərini olduğu kimi tapıb, özlərinə dönüb, özlərini yaşayaraq, öz arzu etdikləri məni taparaq,
yəni ona doğru addım atmaları, biz ona deyirik dəyişimdə, sistematik dəyişim. O dəyişimi keçməkdə ki, insanlara faydalı olursunuz, onun xoşbəxtliyini sizə izah edə bilmərəm. O birbaşa sırf bütünə faydalılıq deməkdir ki, mən bu missiya ilə fəxr edirəm və bu missiyanı mənə verdiyi üçün Yaradana təşəkkür edirəm. Özümü insanlığın xidmətkarı deyərdim. Bir maraqlı deyim var, qərənfilin gücü. Qərənfilin gücü dedikdə nə nəzərdə tutulur? Bu gücün kökü hardan gəlir? Burada mənim bir rəfiqam var. Bir günlərim Get Kontaktda mənə dedilər ki, sənin adın bilsən nə yazılıb? Qərənfil güc səndədir. Dedim ki, o da dedi ki və deyən dostumuz dedi ki, mən düşünürəm sənin adını düz orada qeyd ediblər. Bilirsiniz məsələ nədir? Güc bizim hər birimizin içindədir. Harda? Ruhumuzun olduğu yerdə. Bəli. Məsələ buradadır ki, bizim türk dilində çox gözəl bir söz var, bütün türk xalqları, ünün kəsilməsin. Ünün kəsilməsin dediyiniz şey yaradandan sizə axan o enerjidir. Çünki yaradan onunla yaratdı. Kun fəyakundur həm də o. Yəni biz bu dünyada o enerjiyə, o gücə möhtacıq. O güclə bir olduqmu, əslində o qərənfilin gücü, o lalənin gücü, məsələn, bu deyil, o ümumidir əslində, bütövdür, yaradanın gücü. Bizim içimizdə o sevginin qaynağında təbii ki, yaradana sevgi durur, içimdəki gücün də qaynağı odur. Baxın, hər birimizin bir həyat mübarizəsi olur və həmişə deyirlər ki, uğurlu insanların acı hekayələri olur. Sizə belə bir maraqlı sualım var. Bugün əldə etdiyiniz uğurların arxasında ən böyük mübarizəniz nə olub? Və normal olaraq biz bu mübarizələri aşırıq. Kimi depressiya ilə, kimi gülməklə, fərqli yöntəmlərlə aşırıq. Və sizdə necə olub? Mənim həyatım demək olar ki, çilələrlə keçmiş bir həyatdır. Deyim sizə ki, ən birincisi, mənim 21 yaşım vardı, atam rəhmətə getdi və 3 bacım var, oxumalıdır, bunlar köçməlidir. Belə bir ağır yükün altında hiss elədim özümü. Və burada bir dənə söz dedim Allaha. Dedim, Allahım, əlimi sənə verirəm. Birincisi, bizim qardaşımız da yoxdur. Bizim özümüzü sənə əmanət edirəm. Bundan sonra da, yəni, nə olacaqsa sən bizimlə yanımızda olacaqsan, bizim sahibimiz sənsən artıq, bunu bilirəm. Əgər atam yoxdursa da belə, bugün sən varsan və əlimi sənə verirəm. İnanırsınız ki, o gündən bugünə o qədər ağır maniyələr qabağıma qoyulub, elə ağır daşlar qabağıma qoyulub. Amma əlim yaradanın əlində olduğuna görə və o ən ucada olduğuna görə əlimdən tutub qaldırıb o ən böyük maniyəni belə keçirdib mən. Yəni, sizin bugün qarşınızda bir uğurlu qadın var və bu qadının çox acı, çətin bir həyat hekayəsi var. Yəni, burada ata olmaq missiyasını, qardaş olmaq missiyasını üzərinə götürmüş bir fədakar qadın obrazı var qarşınızda. Və bunların hamısından keçərək öz uğurunu heç kimin hesabına yox, öz yaradana güvənərək, təvəkkül edərək, təslimiyyəti ilə addım atıb qazanan bir xanım var, Allahın izinə şükürlər olsun. Fərdi seanslarda və qrup çalışmalarında sizi ən çox təsirləndirən dönüş hekayəsini bölüşə bilərsinizmi? Mən bilirəm ki, məxfi qalır pasiyentlə psixoloqun arasında olan müzakirə, amma bizə maraqlı məqamlardan oldu ki, ən təsirləndirici pasiyentin hekayəsi. Bilirsiniz, mənim üçün ümumiyyətlə bütün seanslarda bir dəfə seminara getmişdim, Gəncədə idim. Orada bir xanım dedi, qızımız dedi ki, tələbə idi. Dedi, Qərəm xanım, amma mən seminar boyu görürəm ki, danışıram, diqqətim də oradadır da. Görürəm ki, nəsə demək istəyir, özünü sıxır belə, nəsə demək istəyir, özünü sıxır. Dedim ki, amma gözüm ondadır, istəyirəm özü müraciət eləsin. Birdən gördüm ki, müraciət elədi. Qərəm xanım, olar, aha, buyur qızım. Dedi ki, mənim elə bir travmam, mən onu burada deyə bilmərəm. Amma mənə kömək eləyə bilərsiniz. Dedim, qızım, xatırlayırsan, hə, səs var falan, feşməyəm. Dedi, bəli. Dedim, indi mənim dediklərimi təkrarla, dediklərimi et də. İndi NAT texnikasını tətbiq etdim orada. İndi çıxandan sonra gəlib məni qucaqladı. Dedi ki, Qərəm xanım, siz bilirsiniz,
O hadisə olan gündən bəri mən bir dəfə də rahat evdən çıxmamışam. Bir yerdə rahat olmamışam. Çünki mən həmişə elə bilirdim, hamı mənim o travmamı bilir, hamı mənə o gözlə baxır və mən pisəm. Baxın, o utancla çıxırdım. İndi burada artıq o yoxdur. Buradan elə bil yeni bir həyata çıxıram mən. Bilirsiniz, insanların həyatına belə incə toxunur. O insanı kövrəltmək deməzdim, amma duyğulandırır, bəli. İncə toxun, xoşbəxt olursan çünki. Və ən çox da valideynlə münasibətlər normallaşanda, insanlar o ata ilə ya ana ilə aradakı o müqaviməti, o divarı götürəndə ki, geri dönüşlər olur. İndi səhifədə baxsanız, Qərəm xanım, mən atamı özüm sərhəd qoymuşammış, atam məni çox sevirmiş, ay Qərəm xanım, nə yaxşı mən gəldim, seansları keçdim, indi atam ölməmiş, mən atamla münasibətimi düzəltdim. Bilirsiniz, bu anlar mənim ən xoşbəxt olduğum anlardır, bu geri dönüşləri aldığım anlar. Çünki bilirsiniz, ata, ana elə bir müqəddəs varlıqdır ki, mən indi atamı itirmişəm bilirəm də. Ölənlər rəhmət, 24 ildir, 25 ildir atam yoxdur. Amma mən onu yox bilmirəm də. Amma o həsrət nədir onu bilirəm. Və bugün atası yanında olduğu halda o həsrəti yaşayan övladlar, bilirsiniz, bunu yaşamalı deyirlər əslində. Bunu yaşamağı özlərini elə bilirlər ki, bunun həlli yoxdur, məhkum ediblər özlərini. Amma nə zaman ki addım atılır, yox, mən atamı hiss etmək istəyirəm. Mən anamın sevgisini hiss etmək istəyirəm. Mən onların varlığına şükür eləmək istəyirəm. Xanım gəlib demiş ki, mən onları görmək istəmirəm. Görüntülü belə danışmaq istəmirəm mən onlarla. Görüntülü yığırlar, mən adboy verirəm, səsli yığıram ki, mən onları görməyim. Amma sonra Qərəm xanım, nə yaxşı gəldim. İndi atamın ad günündə tort pişirib gətirmişəm, sarılıram ona. Bu insanlar məni necə sevirmişlər, həyatımın bütün boşluğu da olub. Yəni, sizin sağ tərəfiniz atadır, sol tərəfiniz ana. Təsəvvür edirsiniz, bu insan atanı və ananı qəbul etməyərək əslində özünü qəbul etmir və özü olaraq yaşamağı bilmir həyatda. Yəqin ki, uşaqlığında onlardan yetəri qədər sevgi görməyiblər, yetəri qədər travmalı bir ailədə böyüyüblər. Bunun da səbəbkarı bəzən deyilərik, xoşbəxt ailənin xoşbəxt övladı olur. Baxın, bir şey deyim sizə, məsələ buradadır ki, bəzən insan xoşbəxtliyinin fərqində olmur. Ola bilər. Fərqində olmur. Bəzən xoşbəxtliyi çox böyük bir gözləntilərə bağlayırıq. Əslində, hər an bir xoşbəxtlikdir. Bayaq xanım rəfiqəmlə danışırdım, deyirəm ki, biz rayon yerində yaşayırdıq da, kənddə böyümüşəm mən. Axşam tərəf oldu mu yayda, qapı çilənib süpürülürdü, su çilənirdi, süpürülürdü, samavar orada qaynayırdı. Ailəlikcə yığışırdıq stolun başına, qəşəng samavar çayı və söhbət eləyirdik, ailə söhbəti. Təsəvvür edirsiniz, elə bir gözəl, əslində xoşbəxt nə axtarırıq da. Bəli, biz bəlkə Amerikaya getmədik, biz bəlkə Baliyə getmədik. Amma bir ailə idik və o stolun başında ondan həzz alırdıq. Və bir gün universitet vaxtı, mən sizə deyim, universitetdə oxuyanda xarici dil müəllimimiz bizə sual verdi ki, siz ad günündə, valideynlərinizin ad günündə nə edirsiniz? Qrup yoldaşlarım başladı ki, atamla birləşdik, təhqaş brilyant aldıq, biri deyir kobalt servis aldıq, mən də sakit dayanmışam, kənd uşağı, 2-ci kursda oxuyuram. Dedim ki, bir də müəllimə dedi ki, ağalar var, siz nə edirsiniz? Mən də öz ailəmizin dedim, bizim belə bir adətimiz var, biz kənddə yaşayırıq. Anamla atam səhər dururlar, gedirlər, toyuğa açırlar, nə bilim, həyətə baxırlar. Biz onlar çıxan kimi stolun üstünə ağ süfrəni səririk, gül almışıqsa gül qoyuruq, hədiyyə almışıqsa hədiyyə, ya da tort pişirmişsiksə onu. Yəni bizdə belə bahalı şeylər alınmır, yalan deyə bilmərəm. Ay Allah, müəllimə deyir, qərənfil, nə gözəl ağalar var, mənim ürəyim getdi, bu mənim ən sevdiyim oldu. Amma mən ona qədər elə bilirdim ki, ən sadəsi mənim. Bilirsiniz, biz xoşbəxt ola bilirdik ondan. Bəlkə kobalt servis almırdıq anamıza. Bəlkə brilyant təhqaş almırdıq, amma biz orada xoşbəxt idik və içəri girib elə qarşılayırdı ki, mamagil, anamgildə, elə qarşılayırdı ki, biz orada xoşbəxt olurduq ki, biz onları sevindirdik. Məsələ buradadır ki, bəzən valideynlər, mən bir gün anama sual verdim, dedim ki, bizə yaxşı oxumağı öyrətdiniz, universiteti oxumağı öyrətdiniz, əxlaq öyrətdiniz, tərbiyə öyrətdiniz, insanlıq öyrətdiniz, amma yaşamağı öyrətmədiniz. Anam belə bir söz dedi mənə, dedi ki, biz yaşamağı bildik ki, öyrətmədik. Baxın, indiki ölçülərlə yaşamaq
indiki ölçü qaydalarına. Biz buradan baxanda deyirik ki, biz yaşamamışıq, eləmi? Və mamam da düz deyir, nəyə biliblərsə onu yaşadıblar. Amma bir müddət sonra onu anama demiş olsam da, bu günlər mən özümə baxdım ki, elə yaşamaq bizim yaşamağımız imiş. Bilirsiniz, yeri gələndə fədakar olmaq, yeri gələndə almağı bilmək, sənə olunan sevgini, yeri gələndə o sevgini fədakarlıqla verə bilmək və faydalı ola bilmək, bunun hamısı yaşamaq dəstində. Yaşamaq budur. Yaşamaq təkcə Baliyə getmək deyil, Fransaya, Eyfelin yanında şəkil çəkdirmək deyil. Yaşamaq elə insan kimi lazım olan anda, lazım olan davranışı göstərməyin adıdır. Sizcə bugün qadınların və uşaqların ən çox ehtiyac duyduğu, amma cəmiyyətin yetərincə vermədiyi nədir? Siz bu ehtiyacı necə qarşılamağa çalışırsınız? Əslində bu sualın məsələ buradadır ki, orada yazılıb qadın deyirsiniz sualda qadınlar və uşaqlar. Uşaqlar, bəli. Ümumiyyətlə, cəmiyyət qadınlardan və uşaqlardan ibarət deyil, bunu çatdırmaq istəyirəm. Kişilər, qadınlar və uşaqlar. Bu cəmiyyətdə bir-birinə verə bilmədiyi nə var deyə cəmiyyət verə bilmir. Biz özümüz elə cəmiyyətin bir parçasıyıq. Bugünün insanlığı hər biri ancaq gözləyir. Mənə nə olunacaq? Mənə nə olunacaq? Heç kim öz növbəsində düşünmür ki, mən nə verəcəm? Cəmiyyətə nə verəcəm? Bugün özü valideynlərindən şikayət edən övladlar ki var ki, anam bizə sərt idi, atam bizə sərt idi, falan idi, feşməkan idi. Bu günləri həmin o obrazı bəyənmədiyi, qəbul etmədiyi, məni incitmişdi, mənə sərt idi dediyi ana obrazını özü yaradır, ata obrazını özü yaradır, özü də bilmədən. Əvvəl ona görə ki, el söz var, aşıq gördüyünü çağırır. O ailəsindən gördüyünü, ala bildiyini ötürə bilir. Ala bilmədiyi sevgi enerjisini heç vaxt qarşıya da ötürə bilmir. Biz bunu seanslarımızda deyirik ki, onların arasındakı bağ şəfalansın, o ala bilmədiyi sevgini alsın. Əslində valideyndə sevgi olmurmu? Olur valideyndə sevgi. Valideyn övladını sevir. Amma o sevgini göstərə bilmir. Təzahürü yoxdur. Enerjisi varmı? Var. Biz də çalışmalarımızda bunu edirik. Valideyndən sözdü, davranış şəklində görməsə belə enerjini ala bilsin. İstər onlar sağ olsun, istər dünyada olsun, istər olmasın. Yəni bu çalışmalarla bunu etmək mümkündür. Yəni xanımlar, uşaqlar və kişilər bugün cəmiyyətdə bir-birinə verə bilmədiyi şey sevgidir. Məsələn, övlada hər kəs tərbiyəçidir. Ata roluna girən kimi, ata olan kimi 1-2 ay bu başlayır. 1-2 aydan sonra uşağın əlinə vurmaqlar. Yazıq uşaq özünü hiss eləyən kimi tərbiyə metodu başlayır. Əllərə vurmaqlar. Orada dur, sakit dur, dəymə, onu eləmə, bunu eləmə. Axır, bilirsiniz, burada tərbiyəçi roluna keçdiniz. Əslində valideyn kimdir? Anadır, atadır. O gün bir də verilişə baxdım, çox maraqlı bir kadr var idi. Deyir, atan kimdir? Deyir, injiner. Deyir ki, anan kim? Deyir, anadır. Baxın, ana doğrudan ana olmaq məsələsi var. Mən həmişə deyirəm, dəyərli dostlar, canlılarda da deyirəm, çox xahiş edirəm. Ana olun və ata olun. Tərbiyəsindən qorxmayın. Siz necəsiniz, övladınız elə olacaq. Onsuz da əsla hu deyilir. Əsla hu deyilir. Heç vaxt bu uşaq siz evdə tərbiyəli davranış göstərdiyiniz halda sizin övladlarınız tərbiyəsiz ola bilməz. Hələ mən ailələrdən şahidi oluram ki, ailədə ata söyür, ana ilə ata dalaşır, falan. Ona rağmen qızlar tanıyıram ki, buraya gəliblər ki, mən dəyişmək istəyirəm. Övladlar, mən dəyişmək istəyirəm, amma belə söyüşçül deyirlər, davaya meyilli deyirlər. Birisi nəyə demək istəyirəm? Yəni, siz düşünürsünüzsə, siz yaxşı olduğunuz halda hələ övladınız tərbiyəsiz ola bilər, siz burada yanılırsınız. Yəni, övladınızın əslində yaxşı olmağını istəyirsinizsə, sadəcə sevmək lazımdır. Sevgi verilən oğul olur, sevgi verilən qız olur. Şımartmaq demirəm, amma bunu da bilməyinizi istəyirəm. Sevgi vermək. Biri var material olaraq. Hə, mən onu görün necə sevirəm, iPhone alıb verirəm. Siz ona sevgi vermədiniz, siz ona iPhone verdiniz. iPhone sevgi deyil, marka paltarlar sevgi deyil. Bir yerə qədərdir. Və o marka geyinən, valideynin gətirib gözündən gəlsin, Bakının ən gözəl mağazasının geyimini geyindirirəm, yenə məndən razı deyil dediyi övladım burada zırın-zırın ağladığını görmüşəm ki, mən onu istəmirdim, mən sevgi istirdim, mənə zaman ayırsın istəyirdim. Mən qapıların arxasında tək qalırdım. Baxın,
bugün cəmiyyətdə cəmiyyətin yox, insanların verə bilmədiyi cəmiyyətin enerjisini biz formalaşdırırıq. Nə qədər çox sevgi versək, o qədər də cəmiyyətimizdə sevgi formalaşacaq və özümüzə də sevgi olaraq dönəcək. Sizin üçün zənginlik nə deməkdir? Təkcə maddi deyil, ruhi zənginlik sizin həyatınızda necə təzahür edir? Baxın, əla sualdır. Zəngin insanların çoxu bunun fərqində deyil ki, zəngindirlər. Çox vaxt belə bir sözlərə rast gəlirsiniz. Yaxşı insanlar kasıb olur düşünürlər, inancı var. Yaxşı insanlar, ümumiyyətlə, dürüst insanlar kasıb olur. Dürüst olub da zəngin olmaq mümkün deyil kimi inanclarımız var. Əslində zənginliyin maddiyatla bir əlaqəsi olmadığını demək istəyirəm. Birinci növbədə budur. Mən bir dəfə bir durum yaranmışdı və orada bir neçə çox, yəni necə sizə izah edim ki, yaxşı olmayan əməlləri olan, əxlaqı yerində olmayan qadınlar var, müşahidə etməli oldum orada və onda şükür etməyə başladım. O da onların ruhun təcrübəsində hörmət edirəm. Amma dedim ki, təşəkkür edirəm Allahım, mən necə zəngin həyat yaşayırmışam. Baxın, maddi sıxıntım yox idi mi? Var idi. Maddi sıxıntının olması zənginliyinizə təsir etməz. Sizin əgər sevən bir qəlbiniz, dürüst yaşamaq istəyən dürüst yaşadan bir davranışlarınız və sizin içərinizdə zəngin dəyərləriniz varsa, siz zənginsiniz. Mənim üçün zənginlik anlayışı budur. Ona görə də canlılarda da deyirəm, bəzən verilişlərdə də daim bu cümlədən istifadə edirəm ki, övladlarınıza dəyər öyrədin. Övladlarınıza dəyər öyrətsəniz, qadın olaraq və yaxud da kişi olaraq, o dəyərlərinə uyğun davranacaqlar. Amma siz övladlarınıza dəyər vermədən, onlara dəyər öyrətmədən, nə qədər disiplin qoysanız, onlar o disiplini bir gün özləri öz ixtiyarlarında olanda onu aşacaqlar və onlara sərhəd olacaq bir dəyər olmayacaq. Əslində, insan üçün ən gözəl sərhəd dəyərdir. Dəyər. Bu verilişi izləyən və həyatında döyüşüm axtaran tamaşaçılara bir cümlə ilə nə demək istərdiniz? Nə axtarırsansa, o sənin özünsən. Sizinlə həmsöhbət olmaq çox xoş oldu. Düşünürəm ki, cəmiyyətimizin sözün əsl mənasında işinin peşəkarı olan yaşam koçlarına çox ehtiyacı var. Sağlam düşüncədə sağlam həyat olan nəticə etibarilə çox sağ olun. Bizim verilişimizə iştirak etdiyiniz üçün təşəkkür edirik. Mən təşəkkür edirəm sizə. Çox gözəl müsahibəniz üçün. Suallarınız da çox gözəl idi və sizə uğurlar arzulayıram. İnşallah növbəti verilişləriniz də maraqlı və gözəl alınsın. Çox sağ olun. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Növbəti verilişlərdə görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.